Bilirsiniz, dəvənin gözlərinin 2 dənə plaçı var, qapağı var. Biri ki, onu bağlasa, məsələn, fərz elə yatanda, bu göz tamam görməz. Bir də var ki, dəvə səhrada gedəndə, o tamam bağlanan gözünün plaçın qapağını açar. Bir dənə məxsus Allah orada bir vəsail yaradıb. O, həm onun görməsinin qabağını almır. O, dəvə öz qarşısını görə bilir səfərində. Həm də ki, bilirsiniz də, səhranın fırtınası, tufanı çox çətin olur. Həm də səhranın o fırtınasında, tufanında, o səhranın toz dumanından gözün amanda saxlayır. 2 dənə burada diqqətimizi cəlb edən məsələ var. Allah Müteal deyir, istəyir bu heyvanın misalında bizi bu cür tərbiyə elə. Hadisələr baş verəndə nə yolunu itirməyəsən, kör-körana getməyəsən, həm də eyni halda özünün müdafiə xarakterini qura biləsən. İnsafən çox diqqət olunacaq mövzudur ya bu mövzu. Çox həqiqətən insanı özünə cəlb eləyən bir dənə məsələdir ki, ilahi sən bir heyvanda nələr qərar vermişsən. Allah Müteal heyvanda 2 dənə vəzifə təyin edib bizim vəzifəmizi tanımağımıza xatir. Dəvə o heyvandır ki, görürsən dəvənin barəsində deyirlər ki, səhranın qatarı deyərlər dəviyə. Məsələn, bizdə o qaranlığın şiddətində görürsən deyirlər ki, necə idi filan gecə, deyirlər ki, göz gözü görmürdü ki. Yəni, mümkün olmayan bir təqdirdə ki, yol yeriməyin məhdud olduğu bir zamanda dəvə heç vaxt yolundan qalmayıb. Öz yoluna davam edib. Görən səbəb nə idi? Səbəb budur ki, Allah ona bir dənə plak verib, göz qapağı verib, o onunla həm yolunu görə bilir, həm də o tufanda, o səhranın o toz torpağından özün amanda saxlayır. Nə gözün xarab eləmir, nə də yolundan qalmır. Allah istəyib deyə insan hadisələr müqabilində nə yolunu itirmə, həm də özünün müdafiəni əldən vermə.